Geçen gün şeydə bu köynəyi falan aldığım deməli unpacking videosunda yazıblar ki, yəni çox adam bəyənir, bəyənənlərə təşəkkür edirəm. Zövqlər müxtəlifdir zaten. Çox da yazıb ki, çox zövqsüzdür. Nə bilim. Kişi paltarlarına oxşuyur, nə bilim, nə qarı nə edir. Qəşəng. Əgər bilmirsinizsə, mən sizə deyim, zövqlər tartışılmır. Hər an zövqü fərqli ola bilər. Mən adətən bu tip paltarları çox sevirəm. Çünki mənə yaraşır. Mən ya çox sadə paltarları sevirəm, ya da ki çox abartılı. Orta yoxdur məndə. Və adətən də geyimlərim tək rəng olur. Çünki tək rəng geyim ucuz olsa da bahalı görünür. Ümid edirəm düşmüş olmalı. Əmə baş tut idən. Qaynarlar. Soyuyor. Məncə qaynarlar. Nətər olur, mən çıxsam, sənki qaynadı. Bax. Və mən yiyirsən, başqasını qoyur. Gəl. Mənim toyuğum soyuyub. Bunun toyuğu qaynar dedi. Sən nə qaynar şey yeyirsən? Mən çünki mamiyam. Mamalar yeməyə qaynar yiyirlər də. Görürsən? Sən də bölüb mama olanda qaynar yiyirsən. Qaşlar mətədir. Qəşəkdir. Qəşəng ya. Saxta pişirmisən. Yeməyə dönüm qaşlarımı deyirəm.